Hüceyrə canlı orqanizmin struktur vahididir. Hüceyrə 3 hissədən ibarətdir: qlaf, sitoplazma və nüvə. Qlaf mühitlə və ya digər hüceyrələrlə əlaqəni təmin edir. Sitoplazma hüceyrənin daxili maye mühitidir. Burada nüvə və orqanoidlər yerləşir. Nüvədə canlı orqanizmin genetik materialı olan genlər yerləşir. Eləcə də hüceyrələrin bölünərək çoxalması da məhz nüvə hesabına mümkün olur. Plastidlərin bir növü olan xloroplastların əsas funksiyası işıq enerjisindən istifadə edərək bitkilərdə qeyri-üzvü maddələrdən üzvü maddəni sintez etməkdir. Yəni karbon qazı və sudan qlükozanı və bütün həyatın əsas mənbəyi olan oksigenin sintezində iştirak etməkdir. Mitoxondrilər əsas enerji mənbəyimizdir. Hüceyrə mərkəzi bir-birinə perpendikulyar yerləşən iki eyni ölçülü çubuqvari cisimcikdən ibarətdir. Funksiyası hüceyrənin bölünməsində iştirak etməkdir. Holzi aparatı üst-üstə yığılan hamar və yastı lövhə şəkilli boşluqlardan, onlardan ayrılan kanalcıqlardan və onların uc hissəsində yerləşən qovuqcuqlardan ibarətdir. Endoplazmatik şəbəkə vasitəsilə hüceyrənin əsas orqanoidləri bir-biri ilə əlaqələndirilir.